üçün izahına baxırıq. Birinci sual. Səyyah 161 dərəcə azimutla hərəkət edərsə, başlanğıc məntəqəyə hansı qısa yolla, hansı azimutla qayıdar? Burada belə bir şey vardır ki, əgər verilən dərəcə, yəni buradakı dərəcə 180-dan kiçikdirsə, biz 180 plus 161 yazıb cavabı tapırıq. Yox, əgər 161 verilməyib, məsələn, verilib 270, 180-dan böyük rəqəm verilibsə, biz həmin rəqəmdə 180-də çıxırıq və geri qayıdılan, yəni əks azimutu tapırıq. Lap bunu bilmirik, bu yadımızdan çıxıb. Belə bir azimut çəkirik. Bildiyimiz kimi, bura 0-dır, bura 90, şərq istiqaməti, cənub 180, sonra qərb 270 və bura sıfırlanır, gəlir 360. İndi 161 dərəcəli azimut harada olacaq? Təxmini 180-ə yaxın bir azimutdur bura, bu istiqamət. Və geriyə qayıtmaq üçün biz hansı azimutla qayıtmalıyıq? Bunun əksində, yəni bunu davam edirik düz xətt boyu. Və görürük ki, 360-a yaxın bir rəqəmdir. Cavablarda 360-a yaxın rəqəm hansıdır? 341. Belə də tapa bilərsiniz. Amma həll qaydası dediyim kimi 180-dan kiçikdirsə, veriləni 180-in üzərinə gəlirik. Xeyr, 180-dan böyükdürsə, həmin rəqəmindən 180-də çıxırıq. Növbəti sual. Xəritədə aralarında məsafə A və B məntəqələri 4 cm-dir. Yəni, xəritədəki məsafə 4 cm-dir. Həqiqi məsafə isə 60 km-dir. Bizdən miqyası soruşdu. Biz də bilirik ki, miqyas bərabər olur. Həqiqi məsafə bölünsün xəritədəki məsafə. Yəni 60 böl 4 edir 12 km. Miqyas da bizdən həmişə santimetrlə istəyir. Ona görə nə etməliyik? 12 km eləməyəcək, 15 eləyəcək, 64-ə böləndə 15 km. Və biz də bilirik ki, xəritənin miqyası santimetrlə yazılır. Yəni 15 km yanına da 5 sıfır əlavə edirik. 15 yanına da 5 dənə sıfır. Y bəndi sualın doğru cavabı olur. Kəsmə yüksəkliyi 25 metr olduğunu nəzərə alaraq A nöqtəsinin hündürlüyünü tapın. A nöqtəsinin hündürlüyünü tapmaq üçün biz birinci daxili horizontalı bilməliyik ki, oradan hesablayaraq yola çıxaq və A nöqtəsinin hündürlüyünü tapaq. Burada belə bir şey var. Bu çökəklikdir, bildiyiniz kimi, belirtişliklər içəri daxil olanda, içəri yönələndə bu çökəklik olur. Və biz daxili horizontalı tapmaq qaydası belə idi ki, çökəklik üçün mənfi 24-dən böyük 25-ə qalıqsız bölünən ilk ədəd. Mənfi 24-dən böyük 25-ə bölünən qalıqsız bölünən ilk ədəd. Burada mənfi 24-dən böyük 25-ə ilk bölünən ədəd deməli belə bir şeydir də çökəklikdə. Deməli, çəkək burada. Yox, belə çökəklik belə bir şeydir. Bura mənfi 24-dür. Dip nöqtəsi. Bura 0-dır, birinci horizontal. İkinci horizontal neçə olacaq? Kəsmə yüksəkliyi 25-sə 25 və belə davam edəcək. Burada mənfi 24-dən böyük, mənfi 24-dən böyük 25-ə bölünən ədəd olmadığı üçün biz bu deməli buranı 0 kimi qəbul edirik. Çünki birinci sıfırda horizontallar mütləq çəkilir də sıfırda. 0. Bura oldu 0. Deməli, daxili horizontal 0. Ondan sonraki horizontal 25 metr. Daha sonrası 50 metr. Ondan sonrası isə 75 metr. Deməli, 25, 50 və 75. 4 dənə horizontal çəkilib və A nöqtəsi də oldu 75 metr. Təkrar edirəm, əgər burada 25, mənfi 25 olsaydı, məsələn, mənfi 40, mənfi 40-dan böyük 25-ə qalıqsız bölünən ilk ədəd mənfi 25-i götürərdik. Amma burada mənfi 24 olduğu üçün biz elə 0-ı götürürük. Yəni, ondan böyük 0 var ədəd oxuna görə. Növbəti suala baxırıq. Bunu biraz qaytaraq dana.
Deməli, burada da var, burada da biraz balacalaşdıraq. Deməli, qlobusla xəritəni Eyler-Venn diaqramına görə müqayisə edirik. Miqyasına görə fərqli tipləri var. Həm qlobusun, həm də xəritənin böyük, kiçik, orta miqyasları var. Bunu deməli 3-ə yaza bilərik. Buradan yazaq 3, 3-ə 1. Sonra tərifsiz təsvirdir. Qlobus yeri kürə formasında təsvir edildiyi üçün təhrifsizdir, yəni təhrifsizdir. Bu da 2. Baş və xüsusi miqyasdan istifadə olunur. Bu xəritədədir. Çünki xəritədə təhrif olduğu üçün proyeksiyadan asılı olaraq baş və xüsusi miqyasdan istifadə olunur. Amma qlobus təhrifsizdir deyənə kürə formasını kürə kimi də təsvir edildiyi üçün təhrifsizdir. Ona görə orada baş və xüsusi miqyas deyilən bir anlayış olmur. Bu üçüncüsü aid olur 2-yə, yəni xəritəyə. Şərti işarələrdən istifadə olunur. Hər ikisində şərti işarələrdən istifadə etmək mümkündür. Deməli, hər ikisindən mümkündürsə 3-ə 4 yaza bilərik. Müstəvi üzərində təsvir olunursa, bu da xəritəyə aiddir. Xəritə müstəvi üzərində təsvir olunur. Deməli, 2-yə də aid olur 5. Deməli, 1-ə 2, 2-yə 3, 5, 3-ə də 1, 4. B bəndi. 5-ci suala davam edirik. Konturlu və xətti şərti işarələr üçün ümumi olan cəhət. Konturlu bildiyimiz kimi sahavidir, yəni saha içərən şeylər. Sahavi. Xətti isə uzunluqdur. İndi soruşur ki, bunlar üçün ümumi cəhət. Müəllim planında obyektlərin təsviri üçün istifadə olunur. Əlbəttə, müəllim planında hər ikisindən obyektlərin təsviri üçün istifadə olunur. Əkin sahəsi, göl, meyvə bağı. Gördüyünüz kimi hər birisində bir saha var. Sahasının olduğuna görə bu konturluya aiddir, ümumi deyil. Miqyassız şərti işarələrdir. Xeyr, miqyassız özü bir ayrı bir növdür. Konturlu, xətti və miqyassız. Məsələn, ona da deyək nə aiddir? Ona aid ola bilər su quyusu, zavod, məktəb. Bunlar miqyassız şərti işarələrdir. Bundan yalnız obyektin yerini müəyyən etmək üçün istifadə olunur. Nə uzunluğunu ölçürük, nə də ki, sahasını ölçə bilirik. 3 heç birisinə aid olmur. Bu şərti işarələrlə obyektin yalnız uzunluğunu hesablamaq olur. Əlbəttə ki, uzunluq dediyimiz kimi xəttidə bir uzunluq var. Bu da yalnız xəttiyə aid olan məsələdir. Yəni, konturla xəttinin oxşar xüsusiyyəti deyil, ümumi cəhəti deyil. Miqyaslı şərti işarələrdir. Bəli, 1-5 doğru cavab olacaq. Çünki konturunun da sahasını hesablamaq üçün miqyasdan istifadə edirik. Hər hansı bir obyektin, məsələn, çayın uzunluğunu hesablamaq üçün də miqyasdan istifadə edirik. Doğru cavab 1-5 Y bəndi. Generalizasiyanın müvafiq olaraq ən çox və ən az olduğu miqyaslar. Deməli, generalizasiya ümumiləşdirmə deməkdir. Yəni, xəritədə hər hansı bir miqyasından asılı və məzmunundan asılı olaraq generalizasiya, yəni ümumiləşdirilmə aparır. Vaciblər saxlanılır. Həmin xəritə üçün vaciblər saxlanılır. Qeyri-vacib olanlar, ikinci dərəcəlilər ixtisara gedir ki, xəritə daha oxumaq rahatlaşsın. Bunun üçün yadınızda saxlayırsınız ki, müvafiq olaraq ən çox deyirsə, yəni daha kiçik miqyasdan. Daha kiçik miqyas, yəni miqyasın 1 bölünsün daha böyük rəqəm, kəmiyyəti daha böyük olan kiçik miqyaslıdır. Biz də buradan görürük ki, deməli, baxaq görək, ən çox və ən az deyirsə, müvafiq olaraq birinci kiçik miqyasını seçirik və ona uyğun olaraq böyük miqyaslı. Kiçik miqyasda generalizasiya ən çox olacaq, böyük miqyasda isə generalizasiya az olacaq. Deməli, B bəndinə baxırıq. Görürsünüz ki, 1 bölünsün 6 milyon böyük kiçik miqyaslı və ardınca da 1 bölünsün 300 min. Ondan
böyükdür, amma orta miqyaslıdır da. Bunlar üçün də ən doğru B variantıdır. 600 min və 6 milyon və 300 min. Sxemdə A, B, C məntəqələrinin yüksəkliklərdə ola biləcəyini müəyyən edir. Hansı yüksəklikdə ola biləcəyini müəyyən eləməliyik. Biz görürük ki, bunu yaxınlaşdıra bilərik. Görək. Biz görürük ki, burada dəniz, yəni 0 metrədir bildiyimiz kimi. Dəniz 0 metr, 0 metr, bu 0 metr. Ondan sonraki horizontal 40 metrdir. Deməli, kəsmə yüksəkliyi 40 metrdir. Bunu burada müəyyən elədik. Daha sonra isə A-nı soruşur. 0, 40, bu olacaq 80. Ondan sonraki 120, 120-dən sonra bir horizontal da var, 140 və A olacaq 140-ın üstündə bir horizontal. A olacaq 140-ın üstündə bir horizontal. Sonra B-yə baxırıq. Yenə də 0, 40, 80, 120, 160, 200, 200 B olacaq 200 üstündə bir horizontal. Sonra C-yə baxırıq. Yenə 0, 40, 80, sonra 120, 160, 200, 200-dən sonra bir horizontal da var, 240, ondan sonra C nöqtəsi qeyd olunur. Yəni C də 240 üstündə bir horizontaldır. İndi ona uyğun cavabı tapmağa çalışaq. Deməli, dediyimiz kimi A 140-dan yuxarı, B 200-dən yuxarı, C isə 240-dan yuxarı. Variantları görmürük burada, ona görə geri qayıdaq. Deməli, A 145, bəli, ola bilər, 140-dan yuxarı dedik. B 220, 200-dən yuxarı da ola bilər. C 225 ola bilməz, çünki 240-dan yuxarı olmalıdır. A 125 ola bilməz. A 175 ola bilməz, çünki 140-dan yuxarıdırsa, 25-dən bir dənə də horizontal çəkilməlidir. Yəni 140 üstə yox, kəsmə yüksəkliyi neçədir? 40. 180 ola bilər. A 175 ola bilər. Çünki kəsmə yüksəkliyi 40-dır. Ondan sonra bir horizontal çəkməyə yer yoxdur artıq. B 200-dən yuxarı ola bilər. Bəli, 225. C də 240-dan yuxarı, deməli 260 ola bilər. Doğru cavabımız eləyir C variantı. 8-ci sualına davam edirik. Deməli, eyni meridian üzərində yerləşən A məntəqəsi, deməli, bir meridian təsvir edək, hər hansı bir X meridianı. A məntəqəsi 80 dərəcə şimal enliyində. Bu olsun A məntəqəsi, bu 80 dərəcəli şimal enliyi. B məntəqəsi isə 35 dərəcə, bu 0 ekvator xətti, bu da 35 dərəcə cənub enliyi. Bu A, bu da B, bu nöqtələr. İndi deyir ki, A məntəqəsi B-dən hansı azimutda, B-in isə A-dan hansı istiqamətdə yerləşir? Deməli, A məntəqəsi B-dən hansı azimutdadır? Yuxarıda, yəni şimal. Şimal 0 dərəcə də götürə bilərik, 360 dərəcəni də. Çünki bayaq çəkmişdim. 0-dan başlayır 90, 0, 90, 180, 270, 360. Yəni 0-la 360 eyni istiqaməti şimalı göstərir. İndi bizdən soruşur ki, A məntəqəsi B-dən hansı azimutdadır? B-dən 0 dərəcəli azimutda və yaxud 360 0 yazaq. Burada 0 dərəcəli azimutda. B-dən A 0 dərəcəli azimutdadır gördüyünüz kimi. B-də qalmışıq. A bizdən şimalda göstərir. Sonra soruşur ki, A-dan hansı istiqamətdə yerləşdiyini təyin edin. B-nin isə A-dan hansı istiqamətdə? Deməli, B-nin isə A-dan hansı? İndi sonra A-da qalırıq. B bizdən hansı istiqamətdə qalır? Cənub istiqamətdə. Elə doğru cavab A-dandır. Hansı azimutlar təkrarlanıb? Deməli,
eyni istiqamətdə çəkilənlər varsa təkrarlanıb. Gördüyümüz kimi bu bir dənə cənubu göstərir. Bu da cənubu göstərir. Deməli, cənub neçədir? Azimut 180. 180 təkrarlanıb. Sonra bu, yəni bu istiqamət hansıdır? Şimal, şərq. Bu dediyimiz şərq, bu dediyimiz qərb, bu dediyimiz şimal, qərb, şimal, qərb. Və bu yenə də gördüyünüz kimi şimal, şərq. Eyni. Deməli, hansılar təkrarlandı? Şimal şərqin də azimutu 45-dir. 45 dərəcə. Deməli, hansılar təkrarlanıb? 180 və 45. İndi ona uyğun variant tapaq. 180 və 45 təkrarlanıb. C variantında görsənir. İndi bunu bir də sizə ayrıca deyim. Biz belə bir azimut çəkirik. Bura 0, bura 90, bura 180, bura 270. Aralı cəhətlər də var. Aralı cəhətlər də var. Mən 0 ilə 90 arasında 45, 90 ilə 180 arasında 90 üstə 45 gəlir 225. 180-dən 270 arasında 280-dən üstə 45 gəlirik. Daha doğrusu 225 eləmir bu. Bu 90 üstə 45 135 edir. Bu 135, yəni cənub şərq, bu cənub qərb 225, bu şimal qərb isə 200 yox 315. 315 dərəcə. Yəni belə. Xəritədə nöqtələrin coğrafi koordinatlarını təyin edə bilməsinin səbəbi nədir? Xəritədə nöqtənin coğrafi koordinatlarının təyin edilə bilməsinin səbəbi nədir? Coğrafi koordinatı biz nəyə görə təyin edirik? Əlbəttə ki, meridiana və paralelə görə. 0 dərəcəli meridian, bu da ekvator xətti. Bunun biz koordinatını təyin edirik və yaxud Bakının koordinatı deyirik ki, 50 dərəcə şərq uzunluğu və 40 dərəcəli paralel şimal enliyi. Deməli, koordinatı nəyə görə təyin edirik? Qısaca, meridian və paralelə görə. İndi baxaq variantlara. Miqyasın kiçik olması. Dəxli yoxdur miqyasın, yəni miqyasla biz məsafəni tapa bilərik, sahanı hesabla bilərik. Böyük ərazilərin təsvir olunması dəxli yoxdur. Dərəcə tonunun olması, bəli, bunun dəxli var. Tərifin az olması dəxli yoxdur. Verilən yerin əyriliyin nəzərə alınması dəxli yoxdur. Doğru cavab olacaq C variantı. Deməli, verilən proyeksiyalarda hansı ölkələr daha tərifə məruz qalır? Az tərifə məruz qalır. Bu konus proyeksiyadır, konus. Konus proyeksiyalarda 60 dərəcəli paralel toxunur, deməli, həmin konusa. Və orada 0 tərif xətti olur 60 dərəcəlidə. Və buradan görsənir ki, hansı ölkələrin mülayim enliklərin, qütb ətrafı ərazilər mülayim enliklərin xəritəsində konus proyeksiyadan istifadə etmək olar. Silindrik proyeksiya isə ekvator xətti 0-cı, belə deyək, ekvator xətti 0-cı paralel silindrə toxunur və toxunma xəttində nə baş verir? Tərif az olur. İndi biz buna uyğun olaraq ölkələri seçməliyik ki, hansı deməli ekvatora yaxındır. Yəni burada ekvator, burada isə qütb ətrafı mülayim deyək, mülayim. Bunlarda az baş verəcək. Deməli, İndoneziya ekvator xətti üzərində yerləşən ölkədir. Aid olacaq 2-yə. Deməli, 2-yə A aid oldu. 2-yə A. Daha sonra Rusiya qütb ətrafıdır. Daha çox qütb ətrafında yerləşir. Qütb dairəsi ətrafında da daha qütb ətrafı deyirik. Qütb dairəsi ətrafında mülayim enliklərə daha çox düşür. Deməli, bu olacaq konus 1-ə B. Sonra Braziliya ekvatora yaxın, ekvator ətrafı 2-ə C. Norveç yenə də bildiyimiz kimi Skandinaviya yarımadasındadır. Qütb dairəsinə yaxındır, olacaq konus. Konqo ekvatora yaxındır və obursunu görmədik. Deməli, BD, 2AC, BD qalsın.
Bir də. Hə. Kanadada qütbə yaxın bir ərazidir. Bu da olacaq F. BDF. 1-ə BDF, 2-yə ACED bəndi. Sonra yenə də düzəldək. Xəritənin miqyası kiçildikcə ümumiləşdirmə necə dəyişir? Xəritənin miqyası kiçildikcə belə deyək də 1 bölünsün 100, 1 bölünsün 1000. Bu kiçilmə deməkdir. Kəmiyyət böyüyür burada. Birdən bölünmədən sonraki rəqəm kəmiyyət. Kəmiyyət böyüdükcə ümumiləşdirmə də artır. Və belə deyək, miqyas kiçildikcə ümumiləşdirmə artır. Qısaca, yəni tərs mütənasibdir. Miqyas kiçildikcə ümumiləşdirmə artır. Əlbəttə ki, xəritənin miqyası kiçildikcə ümumiləşdirmə də artacaq A variantı. Səbəb də odur ki, miqyas kiçildiləndə daha çox böyük ərazini təsvir etmək üçün istifadə olunur və ona görə həmin böyük ərazidə bizə lazım olanları saxlayıb artıqları çıxarırıq. 13-cü sualla davam edirik. 13-cü sualla. Deyir ki, miqyas 1 bölünsün 800 min, yəni 1 santimetrdə 5 sıfır silirik. Həmişəki qaydada 8 kilometr. Bu bizim oldu miqyasımızın izahlı forması. Daha sonra 12 bütöv biz də bilirik ki, 4 dama 1 santimetrin kvadratıdır. 12 dənəsi eləyəcək 12 dama. 3 santimetrin kvadratı. Amma bununla işimiz bitməyib hələ. Çünki 8 dənə də deyir yarımçıq. 8 yarımçıq damanında elə bir 2 dənə yarımçığı bir götürürük. 8 dənəsi də 2-yə böləndə 4 dama. 4 damada 1 santimetrin kvadratı. Yuxarıda yazmışdım. Bu onun qaydasıdır. Deməli 3 bu da bir 4 santimetrin kvadratı. Deməli bizim xəritdəki sahamız oldu 4 santimetrin kvadratı və miqyasımız da oldu 1 santimetrdə nə qədər? 8 kilometr. Miqyas oldu 8. Xəritdəki sahə oldu deməli 4 santimetrin kvadratı. 12 bütöv dama 3 santimetr. 8 yarımçıq damada 1 santimetr. Buradan da biz həqiqi sahanı tapanda nə edirdik? Həqiqi sahanı tapanda xəritdəki sahanı vururduq miqyasın kvadratına. Yəni qısaca 4-ü vururuq 64-də 8-in kvadratına. Bu da eləyəcək. Bu da eləyəcək deməli 256. 4 dənə 64 eləyir 256. Doğru cavab B bəndi. Növbəti suala baxırıq. Deməli A məntəqəsinin mütləq hündürlüyü 300 metr olarsa, A məntəqəsinin mütləq hündürlüyü 300 sm olarsa, B və C məntəqələri arasında hündürlük fərqi. Buradan A məntəqəsini tapa görə harada da çox yaxşı yazılmayıb eləcə. A məntəqəsi budur, buradır. A məntəqəsi 300 metr. Deməli A məntəqəsi buradır. A, bura B-dir. Daxili horizontallar. Kənar horizontalda C-dir. Kənar horizontal C-dir. Daxili horizontalda B-dir. Bura. A da dedik buradadır. İndi bizdən soruşur ki, A məntəqəsinin mütləq hündürlüyü 300 metr olarsa, B ilə C məntəqəsi arasında hündürlük fərqini tapmalıyıq. Biz görürük ki, burada dəniz səviyyəsidir. Bizə yenə dəniz səviyyəsi kömək edir. Dəniz səviyyəsi 0 metrdir. A yerləşir 1, 2, 3, 4-cü horizontalda. Bizə isə onun kəsmə yüksəkliyini tapmaq üçün araların sayı lazımdır. Deməli, 1-ci ara, 2-ci ara, 3-cü ara və 4-cü arada bu dənizlə 1-ci, yəni C-nin arasındakıdır. 4 dənə ara var. A-nın da hündürlüyü 300 metrdirsə, deməli, bunları 300-ü bölürük 4-ə. Kəsmə yüksəkliyi tapmaq üçün 300-ü bölürük 4-ə. Bu da eləyəcək 75. Deməli, kəsmə yüksəkliyi 75 oldu. Bunu tapdıq. Daha sonra nə edirik? 75 kəsmə yüksəkliyi. Buradan yazarıq kəsmə yüksəklik 75. Daha sonra nə edirik? Bizə lazımdır B ilə C ilə məntəqəsi arasında hündürlük fərqi. B ilə C arasında 1, 2, 3, 4,
5 dənə 5 dənə ara var. 75-i də vurarıq 5-ə. Vurulsun 5. 5 dənə 5 25 5 2 yadda. 5 dənə 7 35 o da 375. Demək doğru cavab B variantı çox da çətin tapşırıq deyildi. Daha sonra nə edirik? Plana aid olan miqyasları müəyyən edin. Biz də bilirik ki, plan 1 bölünsün 10.000-dən böyük miqyaslardır. Yəni 1 bölünsün 9.000, 1 bölünsün 5.000, 1 bölünsün 2.000. Bu arada 1 bölünsün 2.000 topoqrafik plandır, yaddan çıxartmayın. Topoqrafik plan 1 bölünsün 2.000-dir. Bu 8-ci sinif kitabında var. 1 bölünsün 2000 topoqrafik plandır. Burada isə bizə 1 bölünsün 10.000-dən daha böyük miqyaslar lazımdır ki, onlar plana aid olsun. Bu gördüyünüz kimi böyükdür. Burada 7.000, 60.000 var, böyükdür. 5.000, 8.000, 12.000 var, yenə böyükdür. 10.000, 15.000 böyükdür. Böyük deyəndə rəqəm böyükdür, yəni miqyas özü kiçikdir. Bizə isə böyük miqyaslı lazımdır. 8.000, 5.000, 7.000, 9.000. Yəni bunlarda miqyas böyükdür və miqyasın kəmiyyəti isə kiçikdir. Yəni kəmiyyət 1 bölünsün 5.000-də 5.000 kəmiyyətdir. Biz böyük miqyasını axtaranda bunun rəqəmlərin kiçik olmağını yadımızda saxlamalıyıq. Yəni qısaca da sözün qısası 1 bölünsün 8.000, 1 bölünsün 5.000, 1 bölünsün 7.000, 1 bölünsün 9.000, 1 bölünsün 10.000-dən daha böyük miqyaslıdır. Ona görə onlar da plana aiddir. Bu da belə. Dünyanın xəritəsində, dünya xəritəsində 10 dərəcə qərb uzunluğu və 30 dərəcə şərq uzunluğu arasında 40 dərəcəli paralel üzrə məsafə 14 sm olarsa, xəritənin bir hissəsi əvvəlcə biz bunu yenə də təsvir eləyək. 40 dərəcəli deməli 40 dərəcəli sual tapaq. 40 dərəcəli paralel 40 dərəcəli paralel üzərində 40 dərəcəli paralel üzərində neçə idi yadımızdan çıxdı. Deməli 40 dərəcəli paralel üzərində 10 dərəcə qərb uzunluğu, 10 dərəcə qərb uzunluğu olsun və 30 dərəcə şərq uzunluğu. Bu da şərq uzunluğu. Şərq uzunluğunda burada qeyd edək. Bilinir də, bu da qərb uzunluğudur. Bunlar arasında məsafə 14 sm olarsa bunun miqyasını tapın. Birinci növbədə bunlar arasında neçə dərəcə fərq olduğunu tapaq. Biri 10 dərəcə qərbdir, biri 30 dərəcə şərq uzunluğu, bu da 0-dır. Deməli, bura kimi 10 dərəcə, bura kimi də 30 dərəcə. Deməli, bunlar arasında 40 dərəcə fərqi var. Onu da vururuq 40 dərəcəli paralel olduğu üçün 1 dərəcəli paralel qövsünün uzunluğuna 85.4-ə 85.4-ə vururuq və bunlar arasında məsafə olduğunu tapırıq ki 3416 kilometrdir. Bu həqiqi məsafəmiz məlum məsələ. Daha sonra nə edirik? Xəritədəki məsafə verilib 14 sm. Buna bölməliyik ki, biz xəritə üçün xüsusi miqyası tapaq. Deməli, 14 sm-dir bu məsafə. 3416-nı da bölürük neçəyə? 14-ə və miqyas tapırıq. Miqyas bərabərdir həqiqi məsafə, yəni 3416 bölünsün 14. Bu da eləyəcək. Deməli, 3416 həqiqi məsafəni bölürük 14-ə xəritədəki məsafəyə. Bu da eləyir 244. Biz də bilirik ki, yanında 5 dənə sıfır atanda santimetrə çevrilmiş olur. Bu da B variantı. Yəni, miqyas santimetrdən verildiyinə görə. 17-ci sualına davam edirik. Berkişdirik. Yəni, nədir? Mütləq hündürlüyə eyni olan nöqtə yolu biri yox. Bəli, səthin müsbət və ya mənfi reyli forması olduğunu müəyyən etmək üçündür. Çünki çökəkli olanda içəri çəkilir, təpə olanda isə çölə çəkilir. Biz buradan bilirik ki, içəri çəkilibsə bu çökəkli idi, bu isə təpədir. Ona görə 5 nəyi bildirir? Səthin müsbət və mənfi olduğunu göstərir. 1-ə oldu B. Sonra kəsmə yüksəklik. İki qonşu horizontal arasında hündürlük fərqidir. Yəni, 2 dənə horizontal təsvir edək. Bununla bunun arasında neçə metr məsafə varsa, bu bizim kəsmə yüksəkliyi o deməkdir.
Deməli 2A. Daha sonra nə edirik? Deməli horizontal. Horizontal digər adı izohipsdir. Bəli, digər adı izohipsdir. 3-ə də C bəndi. Mütləq hündürlükləri eyni olan nöqtələri birləşdirən xəritəli ayrı xəttlər də biz deyirik. Nə deyirik? Mütləq hündürlüyü eyni olan nöqtələri birləşdirən xəritəli ayrı xəttlər horizontal deyirik. Yəni bu horizontal çəkiləndə bunun hər bir yerində, əgər bunun üzərində 30 yazılıbsa, deməli bunun keçdiyi hər bir nöqtədə 30-dur. Və yaxud buna 50 yazılıbsa, deməli bunun keçdiyi hər bir yerdə 50-dir. Onda belə çıxır ki, sualımızın doğru variantı nə olacaq? 1-ə B, 2-yə A, 3-ə də C, D. A variantı. Daha sonra deyir ki, marşrut planlanması üçün doğru olan fikirlərin verildiyi variantı seçin. Biz də bilirik ki, planlama iki cürdür ümumiyyətlə. Havadan və yerüstü. Havadan və yerüstü. Sonra yerüstü planlama da 2 ilə bölünür. Qütb və marşrut üsulu ilə. Deməli, burada marşrut planlamasını soruşur. Marşrut planlama havadan aparılır. Xeyr, havadan planlanmadır. Teodolit və Bussol dəqiq və gözəli planlamaya aid olan bir məsələdir. Dəqiq planlama hesab olunur. Marşrut planlanması xeyr, gözəli planlamadır. Qütb və marşrut. Bir nöqtədən dayanmaqla aparılır. Xeyr, gözəli planlamanın növüdür. Bəli. İndi baxaq təzədən planlamaya. Planlama dedik 2 yerə üstür. Planalma. 2 yerə bölünür. Deməli, havadan və yerüstü. Havadan planlama təyyarələr, helikopterlər vasitəsilə aparılır. Planlama dedik ki, 2 cür olur. Havadan və yerüstü. Havadan planlama təyyarələr, helikopterlər bir sözlə yuxarıdan. Yerüstü planlama özü 2 yerə bölünür. Dəqiq və gözəyarı. Dəqiq planlama mürəkkəb alətlərlə aparılır. Gözəli planlama özü 2 yerə bölünür. Qütb və marşrut üsulu ilə. Burada da 18-ci sualda marşrut planlamasını soruşurdu və dedik ki, gözəli planlamanın bir növüdür və bir nöqtədən deyil, bir nöqtədən aparılan bu qütbdür. Gözəli planlama isə bir neçə nöqtədən aparılır. 19-cu sualda soruşur ki, K və L nöqtələrinə uyğun hündürlükdən. Burada gördüyümüz kimi çay axır və bizdən çayın axın istiqaməti yox, bizim şərq istiqamətimizdə bir horizontal var. Hündürlük yazılmayıb, amma soldakı, yəni qərbdəkində hündürlük 800 yazılıb. Yəni çayın belə deyək, sol sahilində burada axın istiqaməti fərqlidir. Ona görə o sol sahil, sağ sahil tam uyğun gəlmir, amma bizə görə solumuzda olan horizontal 800-dürsə, sağda olan horizontal bu da 800-dür. Deməli, bu 800-dür, ondan sonrası 1000-dirsə, kəsmə yüksəkliyi buradan bilirik ki, 200-dür. 1000 çıxılsın 800. Kəsmə yüksəkliyi 200-dürsə, K neçə olacaq? 800 bura, 1000, 1200. Deməli, K 1200-dür. K 1200 yazaq. Daha sonra L-i tapaq. Deməli, 1000, 1000-dən sonra 1200, 1400, ondan sonra da 1600. Və yaxud başqa cür deyək. Deməli, L-dən bir sonraki horizontal verilir 1600-dür və bir horizontalda 1000. Bunlar arasında neçə dənə ara var? Yəni, kəsin 1, 2, 3. 1600 çıxılsın 1000 eləyir 600. 600-də bölürük 2-yə. Kəsmə 3-ə dadır. 3 dənə ara dedi 3-ə. Kəsmə yüksəkliyi elədi 200. 200 tapandan sonra artıq biz rahat biləcəyik ki, 800, 1000, 1200 və 800, 1000, 1200, 1400. Eldə 1400. Cavab C bəndi. Müvafiq olaraq 20-ci suala baxırıq. Üfüqün əsas və aralıq cəhətlərini soruşur bizdən. Üfüqün əsas və aralıq cəhətləri. Deməli, biz də bilirik ki, üfüqün 4 əsas cəhəti var.
0, 360 olan şimal, 90 olan şərq, 180 olan cənub və 270 olan qərb. İndi biz bunlardan başqa qalan nə hansısa qalsa, yox, deməli müvafiq olaraq deyirsə, birinci əsas cəhətləri, sonra isə aralı cəhətlərini tapırıq. Deməli 80 aralı cəhətdir, 270 əsasdır, deməli B əsasdır, 135 aralıqdır, D 25 aralıqdır, Y 360 dediyi əsasdır, F əsasdır, 180 dərəcə qaldı, 255. Əsas cəhətlər B, E, F. Deməli burada hansındadır? Deməli B 260, E 360, F üçü bir yerdə verilən yoxdur. Amma biz məsələn variantla işləyə bilərik. Deməli əsasa A verilib, xeyr. A bəndini çıxdıq. B bəndində B 270 düzdür. D 225 xeyr ola bilməz, çıxırıq. C bəndində B 270 bəli əsaslıdır dedik. Y 360 bəli əsaslı yazmışıq bura. Bu doğru. İkinci tərəfinə, yəni aralığı A 180-dır, bəli aralığı deyil dedik. C 135 aralığı. Deməli sualın doğru variantı C variantı olur. Deməli, birinci xəritədə 21-ə baxırıq. Birinci xəritədə 4 sm balaca belə sahə tutub. 4 sm balaca bir sahə. İkinci xəritədə isə daha böyük, ondan böyük bir sahə tutub. Deyir ki, indi birinci xəritədə 4 eyni ərazidir. Birincidə 4 tutub, ikincidə 16. Bizə deyir ki, xəritə haqqında hansı fikir doğrudur? Deməli, miqyas 2 dəfə böyüyüb. Həqiqətən də miqyas 2 dəfə böyüyüb ki, biz neyləmişik? İkinci həmin ərazi ikinci xəritədə daha böyük görsənilib. İndi variantlara baxaq. Miqyasın kəmiyyəti 2 dəfə kiçilib. 2 dəfə kiçilsə, miqyasın kəmiyyəti bu göstərilən ərazi daha kiçik olmalı idi. Daha kiçik. Miqyas 2 dəfə kiçilib, 2 dəfə kiçilsə, yenə də həmin belə deyək də ikinci ərazi bu ikinci ərazidir. Bu isə birinci. Bu 2 dəfə kiçilsəydi, bu 2 tutardı. Bu ikinci xəritədə daha kiçik olardı. Miqyas 4 dəfə kiçilsəydi, daha lap balaca görsənəcəkdi. Miqyas dəyişməyib, dəyişib, amma A variantı tamamilə doğrudur. Deməli, coğrafi koordinatları 30 şimal enliyi və 20 dərəcə şərq uzunluğu. Bu 20 dərəcə, bu da 30 dərəcə şimal enliyi. Buradan bir ox batırıblar yer kürəsinə. Deyir ki, bu hansı coğrafi yerin mərkəzindən keçməklə hansı koordinatlardan çıxacaq? Deməli, biz bunu kürə formasında təsvir edək ki, deməli, bu 20 dərəcəlik şərq uzunluğu, bu da 30 dərəcəlik şimal enliyi. Buradan bir ox varsa, bura yerin mərkəzi çəkəndə yerin mərkəzindən nə baş verir? Bu, deməli, 30 dərəcə şimal enliyindədirsə, gəlir artıq 30 dərəcə cənub enliyindən çıxır. Yəni, bu paralelin əksi. Əksi deyəndə şimal enliyində batırılıbsa, 30 dərəcə cənub enliyində olacaq. Və uzunluq bəs necə dəyişəcək? Bu artıq 20 dərəcəlik meridianın əks meridianı. Biz də əks meridianı tapmaq üçün demişdik ki, 180-dan çıxırıq. Yəni 180-dan da 20 çıxanda və əks uzunluğu yazırıq. 20 dərəcə şərq uzunluğu çıxırıq, alınır 160, amma qərb uzunluğu, şərqin uzunluğu qərb olur. A variantı sualın doğru cavabı. Yerin dünyada aid olan materiklərini seçin. Yeni dünyaya aid olan materikləri seçin. Bu rahat tapşırıqdır. Bilirik ki, Cənubi Amerika, Avstraliya, yox, Şimali Amerika. Deməli, Şimali Amerika və Cənubi Amerika. Şimali Amerika 3 və 4 Cənubi Amerika. Yəni Amerika qitəsinə biz yeni dünya deyirik də. Ondan qabaq Afrika var idi, Avrasiya var idi. Düzdür, Avstraliya ilə Antarktida daha sonra onlar kəşf olundu, amma onlar yeni dünya demirdilər. Yeni dünya deyirdilər
Şimali Amerika ilə Cənubi Amerika qitəsində. Fikirlərdən hansı doğrudur soruşur. Deməli, fikirlərdən hansı doğrudur? İlk dünya səyahəti Kolumba aiddir. Xeyr, Kolumba dünya səyahəti eləməyib. Sadəcə Amerika qitəsinə gedib. Onda səhvən Hindistana getməliymiş. Planda deməli buna plus qoymayaq da, doğru deyil. Çıx qoyaq. Planda paralel və meridianlardan istifadə olunmur, düzdür. Planda paralel və meridianlardan istifadə olunmur. Xəritədə və qlobusda istifadə olunur. Eyni nisbi hündürlüyə malik nöqtələri birləşdirən xəttə horizontal deyilir. Nisbi yox, mütləq hündürlüyə. Nisbi hündürlük deyil bu. Bu da səhv. Miqyasın sürəti vahid, məxrəci yuvarlaq olur. Bəli, miqyasın 1 bölünsün, məsələn 100. Burada sürət 1-dir, vahiddir 1. Məxrəci isə yuvarlaq ədəd olur da, hansı bir yuvarlaq ədəd. 100 min, 10 min, 2000. Ekvatordan qütblərə doğru meridianlar arasında məsafə azalır. Bəli, deməli, ekvatordan qütblərə doğru meridianlar arasında məsafə azalır. Çünki buradan da bilirik də, 1 dərəcəlik qövsün uzunluğu ekvatorda 111-dir. Amma 60 dərəcədə 55,8 görürsünüz ki, nə qədər kilometrdə, təbii ki, kilometr yaxınlaşır. Miqyaslı şərti işarə ilə obyektin uzunluğunu müəyyən etmək olur. Xeyr, miqyaslı şərti işarədə ancaq obyektin yerini müəyyən etmək olur. Məsələn, su quyusu verir. Bunun uzunluğun burada su quyusuda daş quyu yazılır. Belə də işarə qoyulur təxmini. Bunun uzunluğun sahəsini ölçmək olmur. Sadəcə yerin. Uzunluğun ölçülən xətti işarəti işarədir. 25-ci sualda deyir ki, tropiklər arasında məsafə 6660 km olsaydı, qütb dairələrinin hansı enlikdən keçərdi? Bu, məsələn, dərəcə qiymətini bilmirik də. Tropik. Bu isə 0-cı, bu da digər cənub tropiki, biraz uzaq düşdü. Bu 0 paralel, bu da cənub tropiki. İndi bunlar arasında məsafə nə hesablar? Meridiana görə. Yəni, bunu ona görə çəkdim ki, bir də x meridian, fərqi yoxdur, hər hansı meridian. 660 kilometrdirsə, biz bunu 1 dərəcəlik qövsə vurmalıyıq. 6660-da böləndə 111-ə eləyəcək neçə? 60 eləyəcək 60 dərəcədə. Bunu şifayə bilirik. 60 dərəcə. Deməli, 60 dərəcədirsə, deməli 30 dərəcəlik paraleldən keçir. Burada 30 dərəcə cənub enliyi, bu da şimal enliyi. İndi qütb dairələri hansı enlikdən keçir? Qütb dairələri 90 çıxılsın. 30 bərabərdir 60. Bu belə. Yəni 60 dərəcəlik paraleldən keçir. Nəyə görə 90-dan çıxdıq? Normalda tropik xəttləri neçədən keçir? 23,5-dən. Qütb dairələri neçədən keçir? 90 çıxılsın 23,5 eləyir 66,5. Gördün? Elə deyil. İndi də 90 30-dan keçirsə 90-dan 30-a çıxırıq. Bu yerin meyilliyində də belədir. Əgər yer 66,5 dərəcə meyilli olmasaydı, 60 dərəcə meyilli olsaydı, qütb dairələri 60-dan keçərdi. Yəni, neçə dərəcə meyillidirsə, qütb dairəsi də oradan keçmiş olur. Yəni, doğru fikirləri müəyyən edin. Yeni kürə səthində müstəvi səthə keçirilməz kartoqrafi proyeksiyalarına adlanır. Bəli, 3 dənə proyeksiya növü var da. Silindrik, azimutal və konus. Bu doğru. Silindrik proyeksiyadan ekvatora yaxın ərazilərin təsvirində olunmasında istifadə olunmur, əksinə istifadə olunur. Bu səhv verilib. Azərbaycanda ərazisini konus proyeksiyada təsvir etmək məqsədə uyğundur. Əlbəttə mümkündür, çünki mülayim enliklərə yaxındır, hardasa 40 dərəcəlik paralel. Bunu təsvir eləmək olar. Bir sualın cavabı silindrik proyeksiyada coğrafi qütblərin xəritəsini tərtib etmək məqsədə uyğundur. Əksinə silindrik proyeksiyada coğrafi qütblərin yox, ekvatorial enlikləri